Hər vaxtınız xeyir olsun. Xoş gördük hər biriniz növbəti dərsimizdə. Biz bugün 4-cü sinif şagirdləri üçün deməli monitorinqin izahına davam edirik. Hansı ki, ötən dərsimizdə biz bu monitorinq suallarının birinci mətnini təhlil etdik. Mətnimiz necə adlanırdı? Qarışqa və sərkərdə mətni idi. Sərkərdə və qarışqa mətni idi. Bugün isə ikinci mətni izah edəcəyik. Birinci mətnin izahının linkini videonun aşağısına yerləşdirəcəm. Yanaşı olaraq da Telegramda deməli bu PDF-in linkini yerləşdirəcəm ki, Telegramda necə rahat tapa bilərsiniz. Videonun aşağı hissəsinə baxın. Məlumat hissəsində həmin bu mətnin PDF versiyasını yükləyəcəm. Oradan əldə edib rahatlıqla istifadə edə bilərsiniz. Təbii ki, hər şey sizin daha təhsilli olmağınız, savadlı olmağınız, öyrənməyiniz üçündür və yanaşı olaraq da əziz müəllimlərə dəstək üçündür, kollegalarımıza. Başlayaq. Deməli, ilk operamız Leyli və Məcnun. Siz bu mətn haqqında dərslikdə də öyrənmişsiniz. Yanaşı olaraq monitoringdə də istifadə olunub. Gəlin baxaq. Deməli, operada dram kimi tamaşaya qoyulmaq üçün yazılan səhnə əsəridir. Bir də onu deyim, haşiyyə çıxım. Deməli, dostlar, siz buradakı məlumatlardan istifadə edərək suallara cavab verəcəksiniz. Öz fikrinizdə olan, hardansa oxuduğunuz, dərslikdən oxuduğunuz məlumatlara əsas gətirin. Sizin əsas diqqətiniz, fikriniz burada nə oxumusunuzsa onun əsasında olacaq. Deməli, başladıq. İlk operamız Leyli və Məcnun. Operada dram kimi tamaşaya qoyulmaq üçün yazılan səhnə əsəridir. Lakin burada rolları oynayan qəhrəmanların ifası və hərəkətləri musiqi ilə müşahidə olunur. İlk Azərbaycan operası Leyli və Məcnun adlanır. Onu 100 il əvvəl dahi bəstəkarımız Üzeyir Hacıbəyov yazmışdır. Lakin həmin dövrdə Leyli və Məcnun operasını səhnələşdirmək heç də asan deyildi. Axı o vaxt Azərbaycanda qadın aktyor yox idi. Ona görə də Üzeyir bəy Leyli rolunu oynamağı Əhməd bəy Ağdamskiyə tapşırmalı olur. Əhməd bəy Ağdamski işin öhdəsindən elə sənətkarlıqla gəlir ki, tamaşaçılar Leyli rolunu kişi aktyorun oynadığını hiss etmirlər. Hüseynqulu Sarabski olmuşdur. Burada bu hissə yəqin ki, PDF-də düşməyib. Orada biz kitabda da öyrənmişik ki, deməli, Məcnun rolunu ifa edən Hüseynqulu Sarabski olmuşdur. Davam edək. Üzeyir bəy opera yazmağa başlayana cəmi 22 yaşı vardı. Daha bəstəkar bunu belə xatırlayır. 13 yaşım olanda Şuşada bir səhnəcik gördüm. Bu səhnəcik böyük şairimiz Füzulinin Leyli və Məcnun poeması əsasında hazırlanmışdır. Səhnəcik məni çox həyəcanlandırdı. Bir neçə ildən sonra qərara gəldim ki, Leyli və Məcnun poeması əsasında opera yazım. Beləcə 1908-ci ildə soyuq bir qış günündə Üzeyir bəy və onun sənətçi dostları Bakıda ilk Azərbaycan operasını səhnələşdirdilər. Tamaşa Hacı Zeynalabdin Tağıyevin açdığı teatr binasında göstərildi. Beləliklə Azərbaycan mədəniyyəti tarixinə daha bir şanlı səhifə də yazıldı. Leyli və Məcnun təkcə Azərbaycana deyil, bütün şərqdə ilk opera hesab olunur. Dostlar, mətni bitirdik. İndi isə keçirik suallara. Diqqətlə baxırıq. Mən bir dəqiqə mətni saxlayım. Elə ola bilər, siz oxumaq istəyə bilərsiniz. Baxın, belə saxlayıram ki, kimsə mətni oxumaq istəyirsə, videonu saxlasın, elə buradaca bir dəfə də oxusun. Sonra sualları birlikdə cavablandıraq. Davam edək. İndi baxırıq 16-cı suala. Hansı sözün mənası səhv göstərilmişdir? Opera əsərin sözlərini, musiqinin müşayiəti ilə söylədikləri teatr tamaşasının özü, səhnəcik səhnələşdirilmiş kiçik pyes, tamaşa, poemanın kiçik nağıl forması, sənətkar öz işində peşəsinə böyük və ustalıq qazanmış şəxs. Adətən bu cür suallarda uşaqlar çətinlik çəkir. Səbəb olaraq da göstərirlər ki, müəllim, biz bu sözləri keçməmişik. Xeyr, keçmisiniz. Əgər baxın, siz bu mətni öyrənmişsiniz. Ümumiyyətlə, monitorinqlərdə istifadə olunan suallar söz boğçasına, sizin dərsdə çətinlik çəkdiyiniz sözlərin, belə deyək, orada hansı ki söz boğçasına verilir, bax, ora əsasən qeyd olunur. Ona görə də çalışın ki, mətn oxuduğunuz zaman orada verilmiş söz boğçasına verilmiş sözləri mütləq şəkildə öyrənin. Onların mənalarını araşdırın, tapın, onları başa düşməyə çalışın. Əzbərləyin demirəm. Sadəcə olaraq oxuyun və öyrənin. Göz yaddaşı ilə onsuz da yadınızda qalacaq o. Baxaq, opera əsərin sözlərini musiqinin müşayiəti ilə söylədikləri teatr tamaşasının özü. Bəli, bu doğrudur. Səhnəcik, səhnələşdirilmiş kiçik pyes, tamaşa, bəli, doğrudur. Poema kiçik nağıl forması deyil, əziz dostlar.
Sənətkar öz işində, peşəsində böyük ustalıq qazanmış şəxs. Bu doğrudur. Cavab C variantı olacaq. Poema kiçik nağıl forması deyil. Hansı fikir səhvdir? A. Leyli və Məcnun operasının sözləri Məhəmməd Füzuliyə məxsusdur. Ola bilər. Ola bilər dediksə, yəni doğrudur, çünki orada qeyd olunur. Qadın aktyor, aktrisa olmasa da Üzeyir Hacıbəyov Leyli və Məcnun səhnələşdirə bildi. Bəli. Üzeyir Hacıbəyovun uşaqlığı Şuşada keçmişdir. Ola bilər. Leyli obrazını Hüseynqulu Sarabskiyə tapşırmışdı. Baxın dostlar, burada bir doğrudur. Üzeyir Hacıbəyovun uşaqlığını Şuşada keçirməsi haqqında orada deyir ki, 13 yaşı olanda Şuşada olur. Orada tamaşanı görür. Bax, bu məlumata əsasən biz deyə bilərik ki, Üzeyir Hacıbəyov uşaqlığını Şuşada keçirmişdir. Amma Leyli obrazını Hüseynqulu Sarabskiyə tapşırmışdı. Bu artıq doğru deyil. Çünki biz öyrəndik ki, mətndə, baxın, deməli, Üzeyir bəy Leyli rolunu oynamağı Əhməd bəy Ağdamskiyə tapşırmalı olur. Davam edək. Cavab D variantı olacaq. Səhv fikir istəyirdim. Üzeyir Hacıbəyovla bağlı, deməli, səhv fikri müəyyən edin. O opera yazmağa 22 yaşından başlamışdı. Ola bilər. İlk Azərbaycan operasını Bakıda səsləndirdi. Ola bilər. Leyli və Məcnun operasını yazmaqla həyatına ən böyük uğursuzluğu gətirdi. Xeyr. Uşaq yaşında olarkən operaya həvəs yaranmışdı. Bəli. Ona uğursuzluq yox, dostlar. Əksinə uğur gətirir. Belə uğur qazandırır ki, şərqdə ilk opera yazan bir tarixi şəxsiyyətə çevirir onu. Cavab C variantı. Onsuz da Üzeyir Hacıbəyli tarixi şəxsiyyətdir. Yəni, bilirsiniz, Azərbaycan himninin bəstəkarı da odur. Yanaşı olaraq da şərqdə ilk opera yazan bir şəxs kimi özünü, tarixi adını yazdırır, belə deyək. Qızıl hərflərlə tarixdə öz yerini yazdırır. Davam edək. 19-cu sual. Əhməd bəy Ağdamski, Hüseynqulu Sarabski hansı ad ardıcıllığı davam etdirir? Deməli, dostlar, burada Səttar Bəhlulzadə, Alim Qasımov, Fikrət Əmirov, Əhməd Cavad kimi obrazları görə bilərik. Burada doğru cavab olaraq D variantını götürə bilərik. Davam edək. Uyğunluğu müəyyən et. Deməli, dostlar, Leyli və Məcnun operasının müəllifi, Leyli və Məcnun operasının müəllifinin sözlərinin müəllifi, teatr binasının sahibi, Məcnun obrazının ifaçısı. Deməli, müəllif olacaq operanın müəllifi Üzeyir Hacıbəyli. Sözlərinin müəllifi olacaq Füzuli, D variantı. B və D, baxın, B, D, C variantı ola bilər. Teatr binasının sahibi Tağıyev idi, sözsüz ki. Məcnun ifasının, obrazının ifaçısı olacaq Sarabski. B, D, A, C. Bəli, doğrudur. Davam edək növbəti tapşırıqla. 21-ci sual. Mətndən belə bir nəticəyə gəlmək olar ki, Əhməd bəy Ağdamski qıza oxşuyurdu. Məhəmməd Füzuli Leyli və Məcnun tamaşasının ssenarisini yazıb. Tağıyev Azərbaycanda mədəniyyətin inkişafı üçün böyük işlər görmüşdür. Opera dram kimi tamaşaya qoyulmaq üçün səhnə əsəri deyil. Belə bir nəticə, baxın, mətndən belə bir nəticəyə gəlmək olar ki, Tağıyev Azərbaycanda mədəniyyətin inkişafı üçün böyük işlər görmüşdür. Necə hardan gəldik bu nəticəyə? Teatr binasının tikilməsi. İstərsə də Tağıyev haqqında biz çox məlumatlar öyrənmişik indiyə qədər. Bakıda ilk qızlar məktəbinin yaradılması və bir çox işlərin görülməsi məhz tarixi şəxsiyyət Tağıyevin adı ilə bağlıdır. Yəni, Azərbaycanda mədəniyyətin inkişafı üçün böyük işlər görülmüşdür. Mətndən ümumi bu nəticəyə gəlmirik. Sadəcə olaraq mətnin müəyyən hissələrindən Tağıyevin Azərbaycanda mədəniyyətin inkişafı üçün böyük işlər görmüşdür fikrini təsdiqləyir. Yəni, bir neçə cümlə. Amma mətndəki hər hansısa bir cümlə Əhməd bəy Ağdamskinin qıza oxşaması haqqında fikri təsdiqləmir. Məhəmməd Füzuli Leyli və Məcnun tamaşasının ssenarisini yazıb, xeyr. Yəni, ssenarini yazmayıb. Opera, dram, teatr kimi tamaşaya qoyulmaq üçün səhnə əsəri deyil. Davam edək.
Yəni deyil fikri sözsüz ki, yanlışdır. Davam edək. Əsər deyil, səhnə əsəri, opera, dram kimi tamaşaya qoyulmaq üçün səhnə əsəri deyil fikri yanlışdır. Davam edək. 22-ci suala baxırıq dostlar. Hansı suala mətndə cavab yoxdur? Nə üçün Üzeyir Hacıbəyov opera yazmaq fikrinə düşür? Leyli və Məcnun operasını Üzeyir Hacıbəyov nə vaxt yazıb? Nə üçün həmin dövrdə Leyli və Məcnunu səhnələşdirmək çətin idi? Opera yazmağa neçə yaşından başlamışdır? Deməli, nə üçün Üzeyir Hacıbəyov opera yazmaq fikrinə düşür? Mətndə qeyd olunurdu ki, o Şuşada 13 yaşında olarkən, baxın, deyirdi ki, burada, baxın, o Üzeyir Hacıbəyov opera yazmağa başlayanda deyil, 22 yaşı var idi. 13 yaşı olanda Şuşada səhnəcik görür və bunun təsiri ilə gələcəkdə operanı yazır. Yəni, bunlar bir səbəbidir. Yəni, bu sualın cavabı var. Nə vaxt yazıb? Baxın, neçə yaşında başlamış bu sualın cavabı var. Nə üçün çətin idi? Çünki aktyor tapmaq çətin idi. Qadın obrazları yox idi. Qadın aktyor tapmaq çətin idi. Bu sualın cavabı var. İlk teatr binası məhz həmin dövrdə yaranır. Sözsüz teatr binası yox idi. Yəni, sözsüz çətinliklər çox idi. Amma nə vaxt yazıb? Bu haqda bizim hal-hazırki oxuduğumuz mətndə məlumat yoxdur. Çünki orada nə Üzeyir Hacıbəyovun doğum tarixi göstərib, nə də operanın neçənci ildə yazılması haqqında məlumat var. Ona görə də nə vaxt yazıb sualının cavabı bu mətndə yoxdur. Hansı bənddə səbəb-nəticə əlaqəsi düzgün göstərilmişdir? Səbəb, qadın aktyor yox idi, nəticədə opera səhnələşdirilmədi. Xeyr, səhnələşdirildi. Bu səbəbdir, amma bu nəticə deyil. Leyli rolunu oynamaq Əhməd bəy Ağdamlıskiyə tapşırılır. Bəli, tamaşaçılar ifasının kişi olduğunu hiss etdilər. Xeyr, əksinə hiss etmədilər. Aktyor sayı çox idi. Xeyr, yanlış fikirdir. Həmin dövrdə opera səhnələşdirmək sadə idi. Xeyr, yanlış fikirdir. Uşaq ikən səhnə onu həyəcanlandırırdı. Bəli, opera yazmaq qərarına gəldi nəticədə. Bəli, cavab D variantı. 24-cü suala baxırıq. Mətndə altından xətt çəkilmiş sözün tərkibinə görə düzgün təhlil edək. Görək mətndə altından xətt çəkilmiş söz hansı sözdür? Sənətkarlıqla sözü idi. Deməli, sənətkarlıqla. Burada sənətkar sözün kökü ola bilər. Sənət sözün köküdür. Çar leksik şəkilsidir, lıq leksik şəkilsidir. Ola burada qoşma ola bilər. Nə ilə? Sənətkarlıqla. Gəlin görək, nə ilə sualını biz mətndə verə bilirikmi? Bir dəqiqə. Haradaydı söz? Bu işin öhdəsindən elə sənətkarlıqla gəlir ki, necə gəlir? Yox, biz burada nə ilə demirik artıq, necə gəlir deyirik. Ona görə də lanı da yeni söz yaradan şəkilçi kimi qəbul edəcəyik. Cavabımız olacaq B variantı. Davam edək. Bütün şərqdə ilk opera əsəri hesab olunur. Sözsüz ki, Leyli və Məcnun. 25. 26-cı suala baxırıq. Poema sözünün təhlilindən söhbət gedir. Dostlar, yeni qaydalara əsasən poema yazılır. Poemada deyilir. Doğrunun altından doğrunu, yanlışın altından yanlışı götürəcəyik. Deyilişi və yazılışı arasında fərq yoxdur. Doğrudur. B samtin çar qarşılığı işlənmişdir. P doğrudur. Sonra çar qarşılığı olmayan səs işlənmişdir. Bəli, M səsindən söhbət gedir. Doğru fikirdir, yanlış deyil. 5 hərf, 5 səs var. 1, 2, 3, 4, 5. Bu da doğru fikirdir. Bütün fikirlər doğru olduğu üçün yanlışın altından doğrular götürmürük. Ancaq 1 və 2-ni, yəni D variantını doğru qəbul edirik. 27-ci suala baxırıq. Hansı söz birləşməsi həqiqi mənada işlənmişdir? Şanlı səhifə, böyük şair, isti ürək, soyuq qış. Sözsüz ki, dostlar, soyuq qış həqiqətən də soyuq qış olur, həqiqi mənadadır. 28-ə baxırıq. Eyler-Venn diaqramına əsasən sual işarəsinin yerində Əhməd bəy Ağdamski, Hüseyin Qulu Sarabski. Sözsüz ki, hər ikisi aktyor idilər. Teatr binasını kim açmışdı? Sözsüz ki, Tağıyev. Həmin dövrdə Leyli və Məcnun operasını səhnələşdirmək heç də asan deyil. Cümləsinin altına xətt çəkilmiş sözə əks mənalı söz hansıdır? Deməli, asan sözünün əks mənalı qarşılığı çətin
uyğundur. Asan, çətin, mürəkkəb. Əslində mürəkkəb sözdə müəyyən qədər burada uyğunluq təşkil edir, amma ən uyğun variant olaraq burada seçim olaraq götürsək D variantını götürək ki, çətin deyildi. Belə bir video dərsimizin daha sonuna gəldik. Bu cür dərslərin davamlı olması üçün kanala abunə olmağı, videoları bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, görüşmək ümidi ilə.